Hər birinizi salamlayıram dostlar. Bu videoda yeni aldığım bir qərarı sizlərlə bölüşəcəm. Bundan sonra faydalı bildiyim və öyrətmək istədiyim məlumatları sizlərlə Aircourses adlı Instagram kanalımda bölüşəcəm. Kanalımın əsas kontenti 3 hissədən ibarət olacaq. Bunlardan birincisi videografiya, ikincisi Premiere Pro, üçüncüsü isə AutoCAD-la bağlı olacaq. Sual verə bilərsiniz ki, AutoCAD-la Premiere Pro-nun və yaxud da videografiyanın nə adiyyatı var? Ona görə də istəyirəm ki, qısa olaraq sizlərə özüm haqqında məlumat verim. Köhnə izləyicilərim bu məlumatı bilsə də, yeni izləyicilərimlə əsasən bunu bölüşürəm. 2014-2018-ci illərdə mədən mühəndisliyi ixtisası üzrə təhsil almış və 2019-2023-cü illərdə mühəndis kimi çalışmışam. Və mühəndis kimi çalışdığım dövr ərzində AutoCAD proqramını həm özüm öyrənmiş, həm işimdə istifadə eləmiş, həm də ki, dərslərini keçmişəm. 2023-cü ildən etibarən isə sahəmi dəyişərək videografiyaya keçid eləmişəm. Sahəmi dəyişməyimə baxmayaraq, AutoCAD sevgim bitməyib və hələ də davam edir. Tez-tez mənə şəxsidən həm AutoCAD-la bağlı, həm videografiya və yaxud da ki, montaj proqramları ilə bağlı suallar gəlir. Mən də istəyirəm ki, gələn bu sualları və həmçinin özümün də öyrətmək istədiklərimi bir araya gətirərək sizlərə yeni yaratdığım kanalda bölüşüm. Ona görə də bu sahələrdən hər hansısa biri sizə maraqlıdırsa, məni izləyə və həmçinin videoları dostlarınızla bölüşə bilərsiniz. Ümid edirəm ki, bu kanal gələcəkdə sizlər üçün faydalı olacaq və mən də öyrətmək istədiyim hər şeyi sizlərlə bölüşə biləcəm. Hər birimizə uğurlar, növbəti videolarımızda görüşənədək.